Bu vətən müharibəsində cəmi bir gün iştirak etdi. Bir gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi Fəxri Xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə. Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il peşəkar judo ilə məşğul olub. Hətta idman sayəsində mükafatlara layiq görülüb. Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb. 12 yaşından ofisant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox sahələrdə istedadlı olduğunu görə bilərik. O hətta yeniyetmə yaşlarında həvəskar